Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Elhamdülillahillezî sebeget rahmetuhu gazebeh. Elhamdülillah muizzil mu'minin ve muzillil kafirine vel munafikin. Allahümme salli ve sellim ve zid ve barik ala habibike ve necibik ve sefiyyike ve hafizi sirrik ve mübelliği risalatik beşiri rahmetike ve neziri negimetik seyyidina ve nebiyyina ve mevlana Ebil Qasimil Mustafa Muhammed. وسل على أمير المؤمنين وسل على الحسن والحسين وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلف الهادي المهدي. حججك على عبادك وأمنائك في بلادك. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصالحين. أوصيكم ونفسي بتقوى الله. Sizləri və özümü ilahi təqvaya riayət eləməyə çağırıram. Və qeyd eləmək istəyirəm sözümün əvvəlində ki, xutbələr zamanı danışmaq olmaz və ona görə də xutbələr deyilən vaxt hamı diqqətlə xutbəyə qulaq asmalıdır. Çünki xutbə namazın tərkib hissəsidir. Xutbə vaxtı danışmağa icazə verilmir. Müqəddəs olan Quran-ı Kərimin ayələrinə diqqət elədiyimiz zaman görürük ki, Quranda ictimai mahiyyət kəsb eləyən ayələr, ictimai mövzularda olan ayələr, fərdi, ibadi mövzularda olan ayələrdən bir neçə dəfə çoxdur. Quran fərdi məsələlərdən daha çox ictimai məsələlərə diqqət çəkir. İslam dini bu vasitə ilə insanlara bütövlükdə cəmiyyətə qarşı məsuliyyət hissi aşılayır. İnsanlara ictimai məsuliyyət hissini başa salır. İnsanın ictimai varlıq olduğunu qeyd eləyir, vurğulayır, önə çəkir. Məsələn, İslamda ən fərdi ibadət namazdır, gündəlik namaz. Ki, namaz fərdi, şəxsi bir ibadətdir, xüsusi bir ibadətdir. Hər gün biz namaz qılanda həmd və surə oxuyuruq. Həmd və surədə Fatihə surəsi oxuyuruq. Fatihə surəsində belə deyirik, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Deyirik, ilahi, biz sənə ibadət edirik və səndən kömək istəyirik. Cəm halda deyirik, tək halda yox. Namazı mən qılıram. Amma deyirəm, ilahi, biz sənə ibadət eləyir və səndən kömək istəyirik. Cəm halda deyirik. Bir nəfər tək səhrada namaz qılırsa, o da deyir, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Demir, İyyəkə ə'budu və İyyəkə əstə'in. Yəni, sənə ibadət edirəm və səndən kömək istəyirəm. Gecə qaranlığında yuxudan durub, tək, heç kəs yoxdur, namaz qılır, cəmaət namazıdır. Amma deyir, biz sənə ibadət edirik və səndən kömək istəyirik. İhdinəs sıratəl müstəqim, məni yox, bizi doğru yola yönəld. Bunun mənası nədir? Mənası budur ki, İslam istəyir, Quran istəyir ki, biz həmişə özümüzü cəmiyyətin tərkib hissəsi bilək. Cəmiyyətdən özümüzü ayrı bilməyək.
Cismi baxımdan mən tək olsam da indi namaz qılıram, yanımda heç kəs yoxdur. Amma mənəvi baxımdan mən bir cəmiyyətin parçasıyam. Böyük bir İslam ümmətinin parçasıyam. Və bu ictimai məsuliyyəti unutmamalıyam. Namazı qutarandan sonra salam veririk bütün möminlərə. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Kim bunu deməsə namazı batildir. Digərlərinə salamla namazı bitiririk. Mömin qardaşlarımızı salamla yad eləyib namazımızı tamamlayırıq. Bu İslamın bizə verdiyi tərbiyədir. İslamın ictimai mahiyyətinin göstəricisidir. İslam bizi başa salır ki, insan mənə nə var prinsipi ilə yaşamamalıdır. Millət necə tarac olur olsun, nə işin var? Bu prinsiplə yaşamamalıdır. İnsan başqalarının taleyini düşünməlidir. Mənsub olduğu cəmiyyəti düşünməli və onun qayğıları ilə qayğılanmalıdır. İnsanın başqalarının dərdini çəkməsi onun kamilliyinin göstəricisidir. Əli əleyhissalam deyirdi, mən necə rahat yatım, bir halda ki, mənim məmləkətimdə az qarna yatanlar var, yuxuya gedə bilməyənlər var. O insanlar ki, yeməyə çörək tapmır. O zaman mömin necə arxayın, tox qarınla yata bilər, rahat yata bilər. Günortanın istisində evindən çıxıb gedir, soruşurlar, ya Əli, bu istidə hara gedirsən deyə bir məzlum axtarıram ki, ona kömək eləyəm. Məzlum sorağına çıxmışam. Məzlumun əlindən tutam, ona kömək eləyəm. İslam bizə icazə vermir, fərdi ibadətlər bizim başımızı qatıb, ictimai məsuliyyətimizi yadımızdan çıxardaq. Həzrəti Davud əleyhissalam tənha bir gün səhraya gedir, səhraya üz tutur. Allahdan nida gəlir Peyğəmbərinə Davuda. Deyir, ay Davud, nə oldu ki, sən insanları tərk eləyib səhraya üz tutdun? Davud əleyhissalam deyir ki, ilahi, sənlə münacat eləmək, sənə ibadət eləmək eşqi məni cəmaatdan uzaqlaşdırdı. Cəmaatla ünsiyyət mənə mane olur sənə ibadət eləməyə, layiqincə ibadət eləməyə. Gündə bunlarla ünsiyyətdə ol, danış, söhbət elə, bu mənə mane olur. Sənə ibadət eləməyə. Allahdan nida gəldi, ay Davud, qayıt cəmaatın arasına. Səni Peyğəmbər seçməmişəm ki, səhrada qalasan. Qayıt cəmaatın arasına, əgər bir yolundan azmış adamı hidayət yoluna qaytarsın, günahkar bir insanın əlindən tutub günah bataqlığından çıxartson, onda səni öz istədiyim bəndələrin sırasına yazaram. Sənin bir ömürlük fərdi ibadətindən üstündür, bir dənə azmış adam sənin əlindən haqqı tapa, yolundan çıxmış adamı yola qaytarasan, bu sənin səhrada qalıb tək ibadət eləməyindən qat-qat üstündür. İslam bizə cəmiyyəti bir ailə kimi təqdim eləyir. Necə öz ailəmizin qayğısına qalırıq, İslam buyurur ki, müsəlman cəmiyyəti sizin ailənizdir. Ailənizdən ayırmayın onu. Elə bil evimizdə oturmuşuq, ailəmizin bir üzvü od qalayıb evi yandırır. Biz də oturmuşuq həmin evdə. Biz deyə bilərik, mənə nə var, qoy yandırsın. Gedib onun əlindən tutub başa salarıq ki, sən bu odu yandırırsan, bütün evin əhli yanacaq odda. Dərhal mane olarıq ona. Onu çəkindirərik o işdən. Cəmiyyət də belədir. Cəmiyyətdə biri, ikisi, beşi onu günah eləyir, sən elə bilmə bundan sənə nə var. Cəmiyyət bir ev kimidir, bir tərəfini od bürüsə, yavaş-yavaş gəlib bütün cəmiyyəti yandırıb məhv eləyər. Ona görə insan bütün cəmiyyətin taleyinə görə məsuliyyət daşıyır və insan günah eləyən insanları, yoldan uzaqlaşmış insanları haqqa qaytarmaq insanın vəzifəsidir. İnsanları başa salmaq insanın vəzifəsidir. Ona görə Quran buyurur, vəl təkum minkum ummetun yəd'una iləl xeyr.
Və yə'muruna bil ma'ruf və yenhauna anil munkar. Ulaikə humul muflihun. Buyurur, sizin içinizdə Quran buyurur, gərək bir dəstə olsun ki, cəmaatı xeyrə dəvət eləsin. İnsanları yaxşılıqlara çağırıb, pisliklərdən uzaqlaşdırsın. Onlar nicat tapan insanlardır. O insanlar ki, başqalarını haqqa dəvət eləyir, nicat tapanlar onlardır. İnsanları haqqa çağıran, insanları haqqa dəvət eləyən insanlar, nicat tapmış insanlardır. Və bunlar gərək sizin aranızda olsun. Belə insanlardan sizin aranızda hökmən olmalıdır. Maraqlıdır ki, Quranın bu ayəsi, Quranın 2 ayəsinin ortasında yerləşir. Səhv eləmirəmsə, Ali İmran surəsindədir bu ayələr. Bu 2 ayə ki, bundan əvvəl və bundan sonra gəlir, vəhdət ayələridir. Vəhdət ayələri. Birincisi budur ki, وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Hamınız Allahın ipindən yapışın və dağılışmayın, parçalanmayın. Sonra mən dediyim bu əmr biməruf və nəhyəz münkər ayəsi gəlir. Ondan sonra bir dənə də ayə gəlir, o da vəhdət ayəsidir. وَلَا تَكُونُوا كَالَّذِينَ تَفْرَقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتِ. O kəslərdən olmayın ki, onlara aydın dəlillər gələndən sonra yollarını azdılar və ixtilaf saldılar, parçalanma saldılar. Bundan nə başa düşürük? Bundan bunu başa düşürük ki, cəmiyyətdə ixtilafların kökü, hər hansı bir cəmiyyətdə cəmaatın ixtilafı varsa bir-biri ilə, davası varsa mənəviyyatsızlıqdır. Quran bizi çağırır ki, insanları mənəviyyata dəvət elə söz, hamı islah olsa cəmiyyətdə ixtilaf olmaz. Bütün davalar mənəmçilikdən doğur. İnsanlar mənəvi baxımdan saflaşsalar, o zaman ixtilaf olmaz cəmiyyətdə. Nə qədər dünyada dava var, müharibə var, kökünə bax, mənəviyyatsızlıq yanır. Nəfsani istəklər dayanır. İki insanın bir-biri ilə davası var, araşdır, bax, gör, ya cəhalət dayanır kökündə, ya mənəviyyatsızlıq. İkisindən biridir. Mənəviyyat olan yerdə bir alim deyirdi, 124 min peyğəmbərin hamısını yığasan bir şəhərdə yaşasa, bir dənə ixtilaf olmaz onların arasında. Onlar barışıq içində yaşayar. Çünki ixtilafın amili yoxdur ortada. Çünki pak insanlardır, mənəviyyatlı insanlardır. Ona görə Quran bizi çağırır ki, insanları xeyrə dəvət elə söz, pisliklərdən çəkindir söz. İnsanlar mənəvi dəyərlərə üz tutsalar, cəmiyyətdə ixtilaf olmaz və siz firavan, xoşbəxt yaşayarsınız. Peyğəmbərdən sonra ixtilaf salınan zaman müsəlmanlar bu vəzifəni yerinə yetirsəydilər, əmr biməruf nəhyəz münkər vəzifəsini yerinə yetirsəydilər, o fəsadlar yaranmazdı və bugün müsəlman ümməti məzhəblərə parçalanmazdı. Bütün bəlalar bu vəzifəni tərk eləməyə görə gəlir. Müsəlmanlar ki, ancaq özünü düşündü, digərlərini unutdu, o zaman faciələr gəlir İslam cəmiyyətinin, müsəlman cəmiyyətinin başına. Ona görə də İslam bizi ciddi cəhdlə dəvət eləyir. Başqa insanların taleyinə biganə olmamağa. Peyğəmbər buyurur, bir insan cəmiyyətdə günah görərsə, cəmiyyəti günah bürüyübsə, bu insan heç vəziyyəti dəyişməyə cəhd göstərmirsə, qiyamətdə günahkarların taleyinə bu ortaq olacaq. Günahkarlar hansı taleyi yaşayacaqlarsa, bu da o taleyi yaşayacaq. O insan ki, cəmiyyətdə baş verən fəsada və günaha biganədir. İmam Rıza əleyhissalam buyurur ki, cəmaat əmr biməruf və nəhyəz münkər vəzifəsini, əmr biməruf, nəhyəz münkər bilirsiniz də, yəni xeyrə çağırıb pislikdən çəkindirmək. Bu vəzifəni biri başqasının üzərinə atarsa, o zaman Allahın əzabını gözləsinlər. Allahın əzabı da belə olacaq ki, pisliklər cəmiyyətə hakim olacaq, yaxşılar dua eləyəcək, Allah yaxşıların duasını qəbul eləməyəcək. Allahın acığı gəlir o insanlar ki, cəmiyyəti düşünmür. Ona görə onlar duaya da əlini qaldıranda Allah dualarını rədd eləyəcək, qəbul eləməyəcək. Allah yəni etina eləməyəcək. İnsan var ya, onun səsindən acığın gələr. Allahın bunların səsindən xoşu gəlmir. Bunların duasına cavab vermir. Bunların duasını rədd eləyir.
Hər hansı bir millət Quranda bu ayə gözəl ayələrdən biridir. Bir ümmət öz taleyini dəyişməyincə Allah taleyini dəyişməz. Allah bizə niyə kömək olmur? Quran buyurur, addım at. Sən çalış, düzələsən, mən də sənin taleyini dəyişim. Sən özün öz içində keyfiyyət dəyişikliyi yaratmayana qədər mən sənin taleyini dəyişməyəcəm. Sənin taleyin bir xalq olaraq, ümmət olaraq yalnız və yalnız özündən asılıdır. İslam ilk vaxtlardan bu tərz təfəkkürü aşılayırdı müsəlmanlara. Musa'nın qövmi, Musa aleyhissalam bir şəhərə daxil olmaq istədi, gördü o cəmaat bütpərəsdir. Musa'nın qövmi belə dedi, Quranda Allah qınıyır onları. Deyir ki, fəzhəb əntə və rabbukə fəqatila, inna həhuna qaidun. Dedilər Musa'ya ki, ay Musa, get sən və Allahın onlarla vuruş, biz oturaq gözləyək. Onlara qələbə çalandan sonra biz də gələrik. Yəni, bu millət öz taleyini dəyişməyə cəhd eləmədi. Amma İslam Peyğəmbərinin zamanında Peyğəmbər sahabələrlə məşvərət eləyirdi ki, necə eləyək müharibələrin birində. Miqdad qalxdı, ayağa dedi ki, ya Rəsulallah, biz Bəni İsrail kimi deyirik ki, deyək, sən get vuruş, sən və Rəbbin get vuruş, biz də sonra gələrik. Biz sənin əmrüvə müntəzirik, əmrüvə tabiyik. Nə əmr eləsən odur. Desən, oda girin girəcək, dəryaya ataq özümüzü atacaq. Bu, müsəlman ümmətinin təfəkkürüdür. İslam bu təfəkkürə müsəlmanları dəvət eləyir. Tövbə surəsində bir ayə var, ona da toxunub sözümü yavaş-yavaş, bu xütbəni yavaş-yavaş tamamlamaq istəyirəm. Quran bir neçə yerdə möminlərin sifətlərindən danışır. Möminlər necə olarlar? Möminləri tanıtdırır bizə. Biri də Tövbə surəsində bu ayədir ki, Allah möminlərin sifətlərini sayır. Bu ayələrin mən neçə dəfə demişəm, xeyri budur ki, insan özü də baxa görə məndə bunlar var ya yoxdur. Allah bunları mömin sayır. Mən də istəyirəmsə özümü yoxlayan görən möminəm ya yox, bu ayələr mənim üçün nümunədir. Mən o ayələri oxuyub özümə baxım, görüm bunlardan hansı məndə var, hansı yoxdur. Bu ayədə də belə buyurur. Buyurur, ət-taibun, birinci xüsusiyyət, tövbə eləyənlər. Möminlərin xüsusiyyətləri. Ət-taibun, tövbə eləyənlər. Əl-abidun, ibadət eləyənlər. Əl-hamidun, Allaha həmd eləyənlər. Əs-saihun, oruç tutanlar. Ər-rakiun, rüku eləyənlər. Əs-sacidun, səcdə eləyənlər. Bunlar hamısı fərdi vəzifələrdir, görürsünüz? Tövbədir, ibadətdir, orucdur, namazdır, bunları sayır. Fərdi ibadətləri sayır, möminlərin xüsusiyyəti. Bunları deyəndən sonra buyurur, Əl-amirunə bil-ma'ruf və nahunə anil-münkər. İnsanları xeyrə çağırıb, pis işlərdən çəkindirənlər. Cəmiyyətin islahı üçün çalışanlar və axırda da buyurur, vəl-hafizunə li-hududillah. Allahın həddlərini riayət edən, yəni günaha getməyən adamlar. Bunları deyəndən sonra buyurur və bəşşiril müminin və möminlərə müjdə ver. Bu sifətdə olan insanlar mömindir və möminlərə cənnət müjdəsi ver. Bu xüsusiyyətlər, görürsən, harada İslam fərdi ibadətdən danışırsa, ictimai məsuliyyəti də yanında qeyd edir. Bunlar birini tamamlayır. Və bu ayədən bir dənə də nəticə əldə edirik, o da çox mühüm nəticədir. O da budur ki, Allah deyir ki, istəyirsənsə cəmaatı hidayət eləyəsən, axırda deyir də, əl-amirunə bil-məruf. Buna qədər gərək özü islah eləyəsən, tövbə eləyəsən, ibadət eləyəsən, səcdə eləyəsən, bunlardan sonra sənin səlahiyyətin var cəmaata söz deyəsən. Sən özün təmiz olmasan, insanları təmizliyə dəvət eləyə bilməzsən. Əli əleyhissalam buyurur ki, özünü islah eləyən adam layiqdir başqalarını islah eləsin. Özünü düzəldən adam layiqdir başqalarına yol göstərsin. Əli əleyhissalamdan bir hədis var, Allah lənət eləsin o adama ki, cəmaatı xeyrə çağırır, özü əməl eləmir. Allah lənət eləsin o adama ki, cəmaatı pis işdən çəkindirir, özü çəkinmir. Bu bədbəxt insandır. Cəmaatı haqqa dəvət eləyir, güya bu islahat aparmaq istəyir, haqqı cəmaatın içində yaymaq istəyir,
Amma özünün əməlində yoxdur. Söhbət təkcə məsciddə danışan adamlardan getmir. Hər möminə aiddir bu. O insan ki, cəmiyyətin hidayəti ilə məşğuldur. O ilk növbədə özündən başlamalıdır. Bu bir. Və ikinci məsələ budur ki, insanları xeyrə çağıran adamlar gərək agah adamlar olsun, cahil adamlar olmasın. Əvvəl gərək savadın, səviyyən, biliyün ola ki, özün biləsən ki, yolu tanıyasan, insanları da dəvət eləyəsən. Dünya görüşün ola, zəngin ola, zamanın tələbinə cavab verən təfəkkür tərzün ola ki, insanları haqqa dəvət eləyəsən və mən bunu dəfələrlə demişəm, bu gün də fürsətli deyirəm, xüsusən gənclərə bunu deyirəm. Çünki biz gənclərlə çox təmasda oluruq, hərdən də bu təmasdan bir qədər narahat oluruq. O cəhətdən ki, bəzən bizə görürsünüz, elə mövzularda suallar verirlər, elə sözlər danışırlar ki, bəzən bir saat mən özümə gələ bilmirəm narahatçılıqdan. Çünki insanı düşündürür ki, bugünün gənci, mömin ibadət eləyən cavan, xurafatla, məfhumatla dinin fərqini başa düşmürsə, başqalarından nə gözləyəsən? Mömin o insandır ki, qalaq-qalaq gərək kitab oxuya. İstər dini mövzuda, istər dünyavi mövzuda müasir insan ola, mənəviyyatlı insan. Dinə gəlib, keçmişə qayıtmaq lazımdır. Din bizi keçmişə qaytarmır. Din bizi gələcəyə istiqamətləndirir. Din mütərəqqi bir dəyərdir. İnsanı hərəkətə, inkişafa dəvət edir, mənəviyyatla bir yerdə. Amma biz bəzən dindar olub, bəzi insanları görürsən ki, sağlam məntiqi itirirlər. Sağlam təfəkkürdən məhrum olurlar. Xurafi, dinlə heç bir əlaqəsi olmayan məsələləri din kimi başa düşüb, din kimi təbliğ edirlər. Ud'u ila sabili rabbiş, Quran buyurur Peyğəmbərə. Cəmaatı dinə dəvət elə, Allahın yoluna dəvət elə, bil hikməti vəl mav'izətil həsənə. İnsanları hikmətlə çağır, məntiqlə çağır, ağılla dəvət elə. Xurafatla, məfhumatla yox, ağılla haqqa dəvət elə və gözəl moizə ilə dəvət elə. Qaşqabaqlı, hamıya acıqlı, hamı ilə düşmən olan müminin cəmiyyətə heç bir faydası olmaz. Ürək yanğısı ilə, insanlara mərhəmətlə, hər hansı bir səhv əqidədə bir adamı görən kimi Allah lənət eləsin deyib üzümüzü çövürməməliyik o yana. İnsanların təfəkkürü, düşüncəsində bir nöqsan varsa cavablandırmaq lazımdır suallarını. Cavablandırmaq üçün mütaliə eləmək, oxumaq, savadlanmaq lazımdır. Bu ən ümdə, ən əsas vəzifədir ki, müsəlmanlar üçün bugün və hər zamanda aktualdır və aktuallığını da mən elə bilirəm heç zaman itirməyəcək. Bu xüsusiyyətlərə malik olan ümməti Allah belə buyurur, kuntum xeyrə ümmətin uxricət linnas, tə'murunə bil ma'ruf və tənhavnə anil munkar. Siz insanlara təqdim elədiyimiz, Quran buyurur, ən gözəl ümmətsiz. Niyə siz gözəlsiniz? Ona görə ki, siz insanları xeyrə çağırıb, pisliklərdən çəkindirirsiniz. Siz insanları yaxşı işlərə çağırıb, pis işlərdən çəkindirirsiniz. Ona görə də ümmətlərin ən yaxşısı və ən gözəli sizlərsiniz. Və bir də sözümün sonunda bu həftə qeyd elədiyimiz Xocalı soyqırımına toxunmaq istəyirəm ki, bəşər tarixində və Azərbaycan xalqının tarixində görünməmiş faciələrdən biridir ki, bir günün içində 600-dən artıq insan, heç bir günahı olmayan dinc insan şəhadətə yetirilir, qanına boyanır və qadınlar, uşaqlar amansızlıqla öldürülür, əsir götürülür və bu bizim tariximizin ən qanlı faciələrindən biridir ki, insan o faciələri müşahidə eləyəndə, seyr eləyəndə həqiqətən çox narahat olur, çox qəmgin olur. Hər hansı böyük bir millətin tarixində faciə olur. Elə bir millət bəlkə olmaz ki, tarixində faciə olmasın. Amma millətlər o zaman güclü millətə çevrilirlər ki, faciələrdən dərs almış olsunlar. Biz də başımıza gələn faciələrdən çıxış yolu kimi bu faciələrdən dərs almağımız lazımdır. Bugün hələ də torpaqlar əgər işğal altındadırsa, bu faciəni 1-ə 10 artırır. Biri var, sən 92-ci ildə günahsız öldürülən həmvətənləri, din qardaşları, din bacıları görəsən və bugün başa düşəsən ki, onların intiqamı alınıb, o zaman insanın qəlbi biraz sərinləyər. Amma o faciələrə baxıb, bugün də torpaqların işğal altında olduğunu görəndə insan
həqiqətən narahat olur və bugünkü gündə bir millət olaraq bizim birinci dərəcəli məsələmiz torpaqlarımızın azad olması məsələsidir ki, orada da vəzifəmizi anlamalıyıq. İki xalqın, iki ordunun qarşılaşması müharibə deyil. Müharibə iki ruhiyyənin qarşı-qarşıya dayanmasıdır. Ruhi baxımdan, psixoloji baxımdan, mənəvi baxımdan düşmənə üstün olmaq müharibədə qələbənin əsas şərtidir. Əlbəttə, hərbi qüdrət də olmalıdır. Bütün bu vasitələr də olmalıdır. Amma ən başlıcası budur ki, mənəvi baxımdan düşmənə qələbə çalasan. Ona görə də Xocalı soyqırımını ildə bircə dəfə yox, ilin bütün günlərində qeyd eləməliyik və çıxış yolunu axtarmalıyıq. Ancaq faciəyə ağlamaqla yox, faciədən çıxış yolu budur ki, bu milləti bütövləşdirəcək, birləşdirə biləcək bir əqidə lazımdır ki, o da bizim müqəddəs olan dinimiz İslamdır. Bu din əqidəsindən, yəni ictimai mövqeyindən asılı olmayaraq bütün insanları, xalqı birləşdirməyə qadirdir və xalqa yüksək ruhiyyə bəxş eləməyə qadirdir. Din bizim əlimizdə, mənəviyyat düşmənə qələbə çalmağımızda ən böyük silahdır. Çünki bu din insanlara izzətlə yaşamaq dərsi verir. Bu din insanlara zillətə boyun əyməmək, alçaqlığı qəbul eləməmək dərsi verir. Bu dində Hüseyn məktəbi var və Hüseyn məktəbi bu xalqın bütün bəlalardan qurtulmasının ən əsas amillərindən biridir. Allah bizi bu məktəbdən bəhrələnlərdən, faydalananlardan qərar versin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fəth və rəəytən nəsə yədxulunə fi dinillahi əfvaca fəsəbbih bihamdi rabbikə və estəğfirhu innəhu kənə təvvaba. Sadaqallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala abdillahi ve rasulih ve sefiyyihi ve habibih ve hafizi sirrih ve mübelliği risaletih seyyidina ve nebiyyina ve mevlana Ebil Qasimil Mustafa Muhammed. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما الحجة بقية الله الأعظم روحي وأرواح العالمين لتراب مقدمه الفداء واللعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أوصيكم ونفسي بتقوى الله. Keçən cümə qeyd elədik ki, cümə gününün söhbətlərində, xutbələrində böyük günahlara toxunaq, bəzi günahların haqqında danışaq. Çünki insan günahı tanımaqla onu tərk eləyə bilər. Ona görə də hər dəfə müəyyən bir günah haqqında bir neçə dəqiqə qısa şəkildə danışmağı qərara aldıq. Və keçən həftə yalan günahı barədə danışdıq. Bugün də inşallah qeybət haqqında ki, müsəlmanlar arasında geniş yayılmış bir günahdır. Qeybət haqqında danışmaq istəyirəm və qeybət haqqında olan ayə ilə sözümə başlamaq istəyirəm. Allah buyurur: İnnellezine yuhibbuna en teşi'al fahişete fillezine amenu lehum azabun alim. Buyurur, o kəslər ki, möminlərin pis işlərini, pis xislətlərini aşkar eləməyi sevirlər, möminlərin pis əməllərini danışıb aşkar eləməyi sevirlər, onlar üçün şiddətli əzab var. Allah ağır bir əzab vədəsi verir qeybət eləyən insanlara. İmam Sadiq əleyhissalam buyurur ki, hər bir kəs bir mömindən gördüyü və ya eşitdiyi pis bir şeyi, gözü ilə gördüyü və qulağı ilə eşitdiyi pis bir şeyi dilinə gətirib deyərsə, bu ayə ona aiddir. Yəni, qeybət olmayan şeyi danışmaq deyil. Bizdə bəzən səhv bir şey var ki, olan şeyi danışıram. Bir möminin, bir insanın elədiyi səhvi, pis əməli, günahı açıb aşkar eləyib başqasının yanında onun pisinə danışmaq, elədiyi işi də demək elə qeybət sayılır. Eləmədiyi işi demək isə o böhtandır və onun ayrıca bəhsi var, o ayrı bir günahdır.
Qeybət bir insanın elədiyi səhvi, elədiyi günahı və yaxud malik olduğu bir pis xüsusiyyəti başqasına danışmaq. Bu qeybətdir. Quran buyurur ki, sizlərdən bəziləriniz bəzilərinin qeybətini eləməsin. Məgər ölmüş qardaşınızın meydinin ətini yeməkdən xoşunuz gəlir? Qeybəti ölü əti yeməyə bənzədir Quran. Yəni, qeybətin axirət surəti budur. Qeybətin axirət surəsi budur. Qiyamətdə belə mücəssəm olacaq. Bir insan möminin pis işini başqa adama danışırsa, elə bil onun ətini yeyir. Və qiyamətdə pərdə çəkiləndə meyid əti yemək bu insanın əməlinin cəzası olacaq. Peyğəmbər bilirsiniz, Meyraca gedib. Peyğəmbərin həyatında mühüm hadisələrdən biri Meyrac hadisəsidir. Meyracdan gələndən sonra siz əgər fürsət varsa, imkan varsa, Meyracla bağlı kitablar var. Orada nəsihətlər var. Çox gözəl, xüsusi nəsihətlər var orada. Meyrac hədislərində. Peyğəmbər Meyracdan qayıdandan sonra orada gördüyü şeyləri cəmaata danışır. Allah ondan Meyracda danışıb. Cənnəti göstərib, cəhənnəmi göstərib. Pərdələri çəkib Peyğəmbərin gözünün qabağından və qeybdə olan həqiqətləri Peyğəmbərə göstərib. Peyğəmbər orada deyir, mən belə bir şey gördüm. Gördüm bir dəstəni odun içində, cəhənnəm odunun içində yandırırlar və onlar murdar əti yeyirlər. Ölmüş bir insanın ətini yedizdirirlər. Mən Cəbraildən soruşdum ki, bunlar kimlərdir? Cəbrail mənə cavab verdi ki, bunlar dünyada cəmaatın ətini yeyənlər, yəni cəmaatın qeybətini eləyən insanlardır. Bunların axirət əzabı da belədir. Quran buyurur, vaylun likulli huməzətil luməzə. Vay olsun, üzə tənə vurub, arxaca danışan adama. Bəzən eybi deməyin də yolunu bilmirik axı biz. Bəzən biz eybimizi bir-birimizə atmaca ilə deyirik, söz atmaqla deyirik, məsxərə ilə deyirik. Amma İmam Sadiq buyurur ki, qardaşlarımın ən yaxşısı odur ki, eybimi mənə hədiyyə verər. Hədiyyəni necə hörmətlə verərlər? Eybi də bir-birimizə hədiyyə eləməliyik. Yəni, eyb gördüysə bir-birimizdə, onu gəlib özünə çox mehriban tərzdə demək olar. Ki, sən mənim qardaşımsan, mən sənin taleyvə biganə döyürəm, mən səni çox istəyirəm və səndə bu eybi görmüşəm. Eybi axtarmaq yox. Çalışma axtarasan. Birdən gördünsə və hər gördüyü də demək lazımdır. Görəndə ki, yox, bu davamlı şəkildə bu eyb birində var, onu çəkib gözəl şəkildə nəsihət eləmək məqsədə uyğundur. Tənə şəklində yox. Və Quran buyurur, vaylun likulli huməzətil luməzə. Üzə tənə vurub, dalca danışan hər bir şəxsin vay halına. Peyğəmbər buyurur, əl-qeybətu əşəddu minəz-zina. Qeybət zinadan pisdir. Qeybətin günahı. Çünki zina eləyən, tövbə eləyir, bağışlanır. Qeybət eləyən gərək kimdən ki qeybət eləyib, onun halallığını alsın ki, Allah onu bağışlasın. Halallıq verməsə, Allah onu bağışlamaz. Hədisdə var ki, iki mömin bir-birinin əgər qeybətini eləyibsə, yaxud bir mömin başqa möminin qeybətini eləyibsə, onların ikisini də Allah cənnətdə cəm eləməz. Onlardan biri cənnətə gedər. Təbii ki, o adam ki, günah eləməyib. Qeybət eləyən, qeybət olunanla bir yerdə olmaz. Əlbəttə, tövbə eləsə heç. Tövbə eləyib, halallıq alsa heç. Peyğəmbər buyurur ki, çox qorxulu hədislərdən biri də budur ki, yalan deyir o şəxs ki, deyir, mən halalzadəyəm, amma cəmaatın qeybətini eləyir. Yalan deyir o şəxs ki, deyir, halalzadəyəm, amma cəmaatın qeybətini eləyir. Qeybət cəhənnəm itlərinin yeməyidir, Peyğəmbər buyurur. Bunu bizim alimlərdən biri təhlil eləyir, deyir, cəhənnəm köpəklərinin, itlərinin yeməyidir. Mənası budur ki, qeybət eləyən qiyamətdə, üzr istəyirəm sizdən, it surətində olar və elədiyi qeybətlər də həmin o çirkin yemək kimi onun qabağına atılar. Onun qiyamət surəti belədir. Hədisdə var, bir adam qeybət üçün addım atır ki, getsin, otursun, birinin qeybətini eləsin, ilk addımını cəhənnəmə atır. Hədis var, Peyğəmbərdəndir bu hədis. Bəndənin kafirliyə ən yaxın halı o haldır ki, mömin barədə bir eyb eşidir. Yadında saxlayır ki, bir məclis düşər, bunu danışaram.
Eşidən kimi yaddaşına yazır ki, gedim oturum məsələn bunu şirin-şirin danışım. Buyurur ki, bu hal kafirliyə ən yaxın haldır, küfrə ən yaxın haldır və belə insanın axirətdə heç bir nəsibi yoxdur. Allah ona heç bir xeyir qismət eləməz. Hədisdə var, Peyğəmbər buyurur, odunları yandırdığı kimi qeybət də imanı yandırar, əməlləri yandırar. Bunu danışmışıq, qiyamət günündə biri baxır əməlinə, deyir, ilahi, bu mənim əməl dəftərimdir. Deyir, niyə? Deyir, mən filan ildə həccə getmişdim, onu buraya yazmayıblar. Mən filan vaxtı cümə günü məscidə getmişdim, onu buraya yazmayıblar. Cavab gələr ki, yox, bu sənin əməl dəftərindir. Allah unutmaz. Allah hər şeyi qeyd edib. Amma sən qeybət elədin deyə sənin bu savabı silib, o kimin ki qeybətini eləmişdir, onun dəftərinə yazıblar. Ona görə bu səndən silindi, ona yazıldı. Ona görə xeyir işləri burada görmürsən. Və qeybət nədir? Qeybət budur ki, deyirlər mömin haqqında bir sözü danışasan ki, eşitsə xoşuna gəlməz. Bu qeybətdir. Özü eşitsə narahat olar, o sözü danışmaq qeybətdir. İstər bədənlə bağlı eyb ola, istər xasiyyətlə bağlı eyb ola. Olan şeyləri, amma eşitsə acığına gələr, ona deyərlər qeybət. Və bunu da deyim ki, qeybəti danışmaqla qulaq asmaq elə eyni hökmdədir. Biri danışır, biri də qulaq asır, qulaq asanla danışan ikisi də şərikdir. Ona görə deyiblər ki, çalışın mane olasınız, qoymayasınız ki, bir müminin qeybəti siz olan məclisdə olsun. Tövbəsi də var, bütün günahların tövbəsi var. Tövbədən sonra yaxşı olar halallıq alasan. Amma əgər halallıq almağın fəsada səbəb olarsa, o biraz da qəzəblənərsə, deyiblər halallıq almasında onun üçün dua elə. Savablarından bağışla ona. Və buna qədər pis sözün danışmışdınsa, indi çalış dili onun barəsində xeyir sözləri öyrəşdir. İndi də onu çalış tərifləyəsən. Onda olan müsbət şeyləri danışmaqla bu günahdan azad olasan və bağışlanasan. Və qısa şəkildə bunu da deyim ki, bir neçə yerdə qeybət eləmək olar, icazə verilib. Onlardan biri budur ki, mən ad çəkmədən deyirəm, məsələn, bir nəfər belə elədi. Qeyri-müəyyən danışsam qeybətdir. Adını deməsəm, müəyyənləşdirməsəm. İkincisi, bir adam aşkar günah eləyir, açıq-aşkar, cəmaatın içində. Onun açıq-aşkar elədiyi günahı mən desəm qeybətdir. O ki, aşkar hamının içində eləyir. Bir var gizlin, bir var aşkar eləyibsə, aşkar elədiyi günah haqda qeybətdir dediyim söz. Şikayət məqamında biri-birindən şikayət eləyirsə, qazinin huzurunda, orada qeybət yoxdur. Məşvərət, biri məndən məşvərət eləyir ki, filan kəslə ticarət münasibəti qurmaq istəyirəm, sən onu tanıyırsan, necə adamdır. Orada mən onun pisliklərini deyə bilərəm, hətta bəzi yerdə deməliyəm. Çünki deməsəm xəyanət eləyərəm digərinə. Bu halda birinin nəsihət eləmək üçün olar. Məsələn, mən görürəm biri günahkardır, amma mənim sözüm təsir eləməyəcək. Gedirəm bir sözü təsir eləyən adama ondan danışıram, deyirəm, bu günahları eləyir, sən ona nəsihət elə. Bu məqsədlə olarsa. Amma əgər günahını deməmək olsa, lap yaxşı. Ümumiyyətlə deyəsən ki, bunu nəsihət elə, məsələn, bu səhv yoldadır. Bu şərtlə olar və bir də zalimlar və cəmaatı azğınlığa çəkən adamlar. O adamlar ki, fəsadları aşkardır, cəmaatı zəlalətə aparır, haqq yoldan azdırır, bu insanların qeybəti də caizdir. Buna da dinimiz bu qeybəti icazə verilən qeybətlərdən hesab edir. Allahümme inna nes'aluke ve ned'uke bismikel azimil a'zam el-a'azzil ecellil ekrem ve bil Huseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma.